Allah hamınızın üzünə qatı açsın. Elli ilə hamınızı xoş gördük, qardaşlarım. Bu günləri şəxsən bizim üçün əlamətdar gün. Bu günləri hamımız üçün gözəl gündür. Biz bura yönələndə biz sənətçilər, biz musiqiçilər, elimizin, obamızın möhtərəm el sənətkarları bura gələndə bizə dedilər ki, siz sualı ovatırsınız, sual iş görürsünüz. Bu günləri biz bura qədəm qoyanda bir balaca da olsa durulduq, saflaşdıq. Mən bir daha Ulu Tanrı'ndan arzu edirəm ki, Allah Teala bir daha qeyd edirəm ki, hamımızın üzünə qapı açsın. Hələ bir neçə incəsənət ustalarımız da öz sənət nümunələri ilə sizlərə ürəyiniz olan musiqi çələngini sizlərə təqdim edəcəklər. Birinci, bizi bura dəvət edən qardaşlarımıza, sizin məhkum yoldaşlarınıza, bizim əzizlərimizə, bizim qardaşlarımıza öz dərin minnətdarlığımızı bildirir. Sizin məhkum yoldaşınız, mənim sinif yoldaşım, mənim qardaşım, dostum, hamımızın yəqin ki, çox gözəl tanıdığınız məhkum yoldaşınız, Eldar qardaşım bizi bura dəvət edir. Mən hamımızı xoş gördük deyirəm. Eldar qardaşımızın timsalında hamımızın çox sevdiyimiz, hamımızın fəxr etdiyimiz oğullardan biri olan Mamed qardaşımızın timsalında hamınıza xoş gördün deyirəm. Mən böyük məmnuniyyətlə bu kollektivin rəhbərinə, bizim Fariz qardaşımıza icazənizlə söz verir, ürək sözlərini desin, açılışın desin, ondan sonra inşallah bizim bu gözəl məclisimizi davam etdirək. Xahiş edirəm, hamımız əl çalıb almışlayalım. Salam əleykim, əziz qardaşlarımız. Biz sizi öz aramızda, həmçinin özümüzü sizin aranızda görməyə çox şadıq. Bizim üçün çox xoşdur ki, sizin aranızda, sizin kimi haradasa həyatdan bir qismən də olsa ayrılmış bu qardaşların arasında demək olar ki, bu dörd divar arasında salınmış qardaşların arasında özümüzü görmək bizim üçün çox xoş və şaddır. Ona görə də mən sizi öz musiqiçilərimizlə, öz kollektivimizlə, bütün özümüzün nə qədər ki, əlimizdən gələn, nə bacarırsa, əlimizdən necə, nəysə bir şey qopursa, onu da sizə çatdırmaq üçün bura gəlmişik. Və bizim işimiz odur ki, ancaq və ancaq siz qardaşların ürəyini şad etmək. İlk musiqi sohbətimizi, ilk musiqi cəhəngimizi sizlərə təqdim edirik. Bizim çox sevdiyimiz müğənnilərimizdən olan gözəl müğənnimiz, gözəl babamız Aytən Burak Oğlan'ı təqdim edirik. Hamımıza yaşa! Beni bu hallere
Yoksa ciddiğiniz olsa her şey var. Kimin narazı kalır? Narazılıq onunla evlənməli ki, yaşlı gedir qoyunu alır. Poşta geldi. Ha?
Hardasan? Get orada ol gəl.